Salam əziz dostlar, hər vaxtınız xeyir olsun. Bugün may ayının 9-u 2026-cı ildir. Həftənin şənbə günüdür. Sizlərlə görüşürəm, görüşməyimdə səbəb var. Bugün mənim anadan olan günümdür. Birinci növbədə özümü təbrik edirəm. İkinci növbədə sizlərin də zənginizi, mesajlarınızı görmək istərdim. 58 yaşım tamam olur. Hər gün ömürdən gedir. Hər ad gün gələndə biraz kövrəlirəm. Anam, valideynlərim, mən mayın 9-u gündüz saat 12 tamamda bir işləmiş dünyaya gəlmişəm. Yəni Bayılda 5 nömrəli balnisada, xəstəxanada və mənim adımı Elşad qoyublar. Elin Şadı. Mən doğrudan çox şad idim. Birinci növbədə şad idim ki, ailəm, evladım birinci növbədə yanımdaydı. Bugün artıq 3-cü ildir ki, evladım yanımda yoxdur. Bugün mən kövrəlik keçirməyəcəm. Yəni ki, özümü kədərsiz aparacağım biraz. İçimdədir əlbəttə. Ki, qızım Məmmədova Yaqut Elşad qızının ruhunu şad elim. Mənim o vaxtı yazdığım bir şeir vardı. Anamı daha çox istəyirdim. Elə qızıma da verdiğim ad anamın adıydı. Yaqut. O Hövsanda Quçlu qəbirstanlığında iki Yaqut uyuyur. Biri Məmmədova Yaqut Əbilfəz qızı, hansı ki 38-ci ildə yanvarın 12-sində dünyaya gəlib. Biri də ki Məmmədova Yaqut Elşad qızı. 09-03-97-ci ildə. Bir ki şeirdə deyilir ki, layla çal ay ana, laylana qurban. Bələnim bükülüm həzin səsinə, baş qoyum dizinin üstə bir can, bəlkə bımbuz olmuş canım isinə. Layla çal təzədən durum yeriyim, əskərlik yaşına çatım təzədən, əskər olanmadım, hamı tək neynim, birbaşa döyüşə getdim o vaxt mən. Layla çal uyuyum 41-45'in, ağrısı, acısı çıxsın canımdan. Mayın 9'unda yanan ateşin, sevinci qaynayıb daşsın qanımdan. Bugünkü gündə ad günü olanların hər birini təbrik edirəm və bizim faşizm üzerimizdə qəlbəmizin ildönümüdür. Veteranlarımız az qalıb, onları da təbrik edirəm. Və birinci növbədə Ali Baş Komandanımızı təbrik edirəm. Mehriban xanım Əliyeva. Birinci vitse-prezident. Və prezidentin ətrafında yığılan insanlar, vətəni, xalqı sevən insanları təbrik edirəm. Və mənim əzizlərimi təbrik edirəm. Gözünüz aydın olsun ki, bugün mənim ad günümdür. Kifayət ki, səhərdən bəri 2 dənə təbrik görmüşəm. Qalan təbrik olunmayıb, yəqin inşallah axşam görüşəcəyik, gələcəklər bizə. Və inşallah
Bilirsən, kövrəlik ondan ötürü gəlmir. Ondan ötürü gəlir ki, vaxt var idi ki, biz körpə idik, çocuq idik. Valideynlər yanımızda idi. Qardaşlar bir yerdə idik. Gün gəldi ki, hamı ayrıldı, valideynlər dünyalarını dəyişdi. Biz də ailə qurduq, evladımız oldu. Və bizim evladımız əlimizdən getdi. Allah rəhmət etsin, yeri rahat olsun, ruhu şad olsun. Amma onunla bağlı xatirələr qalıb. Yenə də bir daha hər birinizə minnətdaram. Mənim nömrəm, yəni Facebook, WhatsApp, Instagram dostlarım yaza bilərsin 050 569 57 76. Çox sağ olun, minnətdaram sizə, hər birinizə. Deyir, hələ bunlar nədir ki? Gözəl günlər, şən günlər, ömrümüzə düşən günlər hələ qarşımızdadır. İnşallah görüşərik. Vətən mənim bugünüm, sabahki toy düyünüm. Haqqım var ki, öyünüm Azərbaycan deyəndə. Ürəklərdə döyünək, ürəklərdə biz qalaq, Azərbaycanlıyıq deyəndə. Eşq olsun Azərbaycan xalqımıza. Sağ olun, minnətdaram, çox sağ olun. Bir daha bayramınız mübarək.